Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. 6 iyun 2026-cı ildə 6-cı siniflər üçün təşkil olunmuş monitoring riyaziyyat suallarının C variantının izahına baxırıq. Deməli, ilk sualımız belədir. Layla kvadratın 8-də 6 hissəsini rəngləyibdir. Deməli, aşağıdakılardan hansı göstərilən təsviri əhatə edir? 8-də 6 hissəsini sadələşdirsək, hər ikisini 2-yə bölükdə 4-də 3 alınır. Bu demək ki, 4 yerə bölüb 3-ünü rəngləyib. Bu da B variantında özünü əks elətdirir. Növbəti sualımız. Mağazada satılan müxtəlif kütləli düyü məhsullarının adı, kütləsi, məhsulun qiyməti haqqında məlumat cədvəldə verilib. Sual belədir. 1 kiloqramın qiyməti ən baha olan düyü məhsulunu müəyyənləşdirir. Haşimi düyüsü 2 kiloqramı 7 manatsa, biri 3,5 manatdır. Basmati düyüsündə 10-u 3-ə bölsək, 3 tam, deməli, 10-u 3-ə böldükdə 3 tam, onda 3 təxminən qiyməti 3 tam, belə götürək də, kəsr hissəsi ilə götürək. Deməli, 3 onda 5, sonra ikincidə 3 tam, 3-də 1-dir. Uzun dənəli düyüdə 15-i 5-ə bölsək 3 eləyir. Sonra 11-i 4-ə bölsək 2 tam 4-də 3 eləyir. Sonra deməli, bizdə 1 kiloqramın qiyməti ən baha olanı soruşursa, bu elə birinci haşimi düyüsüdür. A variantı. Eni 20, uzunluğu 40 olan düzbucaqlı formasında torpaq sahəsindən şəkildəki kimi hissə ayrılaraq yol çəkilir. Qalan düzbucaqlı formalı hissədə isə park salınır. Yolun eni 4 metr olarsa, yolun sahəsini tapın. Gəlin belə edək. Deməli, uzunluğu ümumi 40-dır. Eni isə 20-dir. Deməli, 20-dən 4-ünü çıxsaq, 20-dən 4-ünü çıxsaq, yerdə qalacaq 16 hissəsi. Aşağı hissənin deməli, sahəsini tapsaq, 4-ü 40-a vururuq, 160. Digər, 16-nı 4-ə vursaq, 64. Və bunların ikisini toplasaq, 224 B variantı olur. Düzbucağının daxilindəki rənglənmiş hissənin sahəsini tapın deyir. Ümumi 18-dir, yuxarı qalan hissəsi 7-dir. Deməli, aşağı qalan hissəsini tapsaq, 18-dən 7 çıxırıq, 11 edir. Körbucaqlı üst bucaqdır, sahəsini taparkən onu 11-ə vurub 2-yə bölmək lazımdır. Bu da doğru cavab 55 verir. Sadələşdirin deyir, mənfi 4x-ə vursaq, mənfi 4x, mənfi 4-ü mənfi 5y-ə vursaq, müsbət 20y, 6x minus 12y. 6x-dan 4x çıxsaq 2x qalır, 20y-dən 12y çıxsaq 8y qalır, yəni A variantı. ABC üst bucağında A bucağı 35 dərəcə, C bucağı 75 dərəcə, deməli B bucağının dərəcə ölçüsü 35-75, 110, 70 dərəcə eləyir. BD tənbölən olarsa ABD-nin, yəni göstərilən hissənin sahəsini tapmaq lazımdır, 72-yə bölürük, doğru cavabımız 35 dərəcə, A variantı. Turan hər gün 40 səhifə oxusa, kitab 30 günə bitər. Deməli, 40-30-a vursaq, 1200 səhifə ümumidir. Gündə 60 səhifə oxusa neçə günə bitər? 1200-ü 60-a bölürük. Doğru cavabımız 20 gün. C variantı. Diaqramda 6-cı sinif şahidlərinin topladıqları tullantıların növlərinə görə faiz nisbətləri təsvir olunub. Toplanılan kağız tullantıları və polietilen torbalarının birlikdə kütləsi 22 kiloqram olarsa, kağız tullantılarına diqqət edək 25%, polietilen torbalarının kütləsi isə bu da 25% göstərilir. Toplamda 50%. 50%-i bizə 22 kiloqram verir. Cəmi nə qədər tullantı olur? Bu zaman 100%-ni hesablamalıyıq. Tənasib olaraq hesablasaq, 2-yə vurduğumuz 3-ün 22-ni 2-yə vursaq 44 kiloqram. D variantı. Şəkilə əsasən 59-60-cı suallara cavablandırın. Usta öz otağının pəncərəsini dəyişmək istəyir. Pəncərənin forması şəkildə göstərilmişdir. Alt hissəsi düzbucaqlı, üst hissəsi yarım dairədir. Alt hissənin hündürlüyü 3 desimetr, pəncərənin eni 4 desimetrdir. Yəni, diqqət edək. İlk sualımız, pəncərənin ümumi hündürlüyü nə qədərdir? Diqqət etsək, 4 metr həmin bu dairənin diametridir. Yarı bölsək 2-dir. Deməli, bunun yuxarı qalan hissəsi 2-dir. Burada götürsək, pəncərənin ümumi hündürlüyündə yuxarı 2, aşağı 3 toplasaq, ümumilikdə 5 desimetr edir. Pəncərənin ümumi sahəsini tapın, hesablamanızı əsaslandırın, P-ni 3 qəbul edin. Deməli, biz 2 burada sahəni hesablamalıyıq. 2 sahə dediyimiz biri düzbucaqlıdır. Düzbucaqlının artıq eni və uzunluğu məlumdur. 3-ü 4-ə vursaq 12.
Düzbucağının sahəsi olacaq 3 vur 4, 12. Növbəti yarım dairənin sahəsini hesablayırıq. Yarım dairənin sahəsini hesablayanda artıq radiusun qiyməti məlum idi. 4-ü 2-yə böldük. Doğru cavabımız 2 elədi. P-nin qiymətini 3 verib. Deməli, yarım dairənin sahəsini hesablayanda edəcəyimiz nədir? P-r kvadratın, yəni dairənin sahə düsturunu 2-yə bölmək lazımdır. P-nin qiyməti 3, radiusun qiyməti bizə verib 2, kvadratı 4 eləyir, bölürük 2-yə. Doğru cavabımız 6 edir. Ümumi sahəni tapsaq, ümumi sahə 12 ilə 6-nı toplamalıyıq. Doğru cavabımız 18 kvadrat desimetr. M ədədinin modulu 27-yə bərabərdir. M-31 ifadəsinin ən kiçik qiymətini, daha doğrusu kiçik qiymətini tapın deyir. Burada M 2 qiymət ala bilər. Həm müsbət, həm mənfi 27. Müsbət 27 yazsaq, mənfi 4 kiçik qiymət olmaz. Mənfi 27 yazsaq, 31 çıxsaq, mənfi 58 edir. Bu da kiçik olur. A variantı. İfadənin qiymətini tapın. Mənfi 8-i mənfi 2-yə bölsək 4. Çıxırıq 3. Mənfi 1 ilə 2-ni toplasaq 1. 4-dən 3 çıxsaq 1. 1-i 1-ə bölsək doğru cavabımız 1 edir. A variantı. Koordinat müstəvisində təsvir olunan parçaların uzunluqları ilə bağlı aşağıdakı münasibətlərdən hansı doğrudur? Mənfi 4-dən diqqət edin. Y-ləri eynidir. 2-yə qədər məsafə bu eləyəcək 6 vahid. Sonra bunun x-ları eynidir. Deməli, 3-dən aşağı mənfi 4-ə qədər məsafə bu 7 eləyir. Deməli, AB 6, CD 7 toplasaq 13. B variantı. Bir film 2,4-də 1 olmalıdır. Deməli, saat davam edir. Bir reklam anonsunun müddəti isə 12-də 1 saatdır. Bizdən lazım olan film əgər 7 dəfə göstərilərsə, anons verilərsə, daha doğrusu filmdə anons 7 dəfə anons verilərsə, film və reklam birlikdə cəmi neçə saat davam edir. Deməli, burada əvvəlcə 7 dəfə anons verildiyinə görə 12-də 1-i 7-yə vurmaq lazımdır. 12-də 1-i 7-yə vursaq, yəni qiymətlərə diqqət edək bir də. 2,4-də 3 bir filmin müddətidir. 2,4-də 3. Sonra isə 12-də 1 bir reklam müddətdir. 7 dəfə davam edir. Deməli, 12-də 1-i 7-yə vururuq. Doğru cavabımız 12-də 7 eləyir. Üzərinə əlavə edəcəm. 2,4-də 3-ü toplasaq 2, deməli 12-də 7 üzərinə əlavə edirik. 4-də 3-ü sürət məxrəci 3-ə vursaq 12-də 9 toplasaq 2, 12-də 16. Bu isə bizə verəcək 3,12-də 4. Bu da 3, deməli 4 x isə 3-də 1 eləyir. 3,3-də 1 böyük ehtimal ki, cavab D variantıdır. Növbəti sualımız. Bağban parallelogram formalı bostan tərəvəz əkir. Bostanın bir tərəfinin uzunluğu, parallelogram çəkirik. Bir tərəfinin uzunluğu, deməli 8-dir. Hündürlüyü 5-dir. Biz sahəsini axtarsaq 8-i 5-ə vururuq. Doğru cavabımız 40 edir. 1 kvadrat metrə 3 ştil əkir. Deməli 40-ı da 3-ə vurmalıyıq ki, ümumi ştillərin sayını tapaq. Bu da 120-dir. A variantı. Kənan kibrit çöplərindən fiqur düzəldir. Onun müəyyən qaydaya əsasən düzəltdiyi ilk 3 fiqur şəkildə göstərilir. 6-cı fiquru düzəltmək üçün Kənana neçə kibrit çöpü lazımdır? Deməli, edəcəyimiz nədir? Birincidə 4-dür. İkincidə 3 əlavə edib 4. 4 üzərinə 3 əlavə edib. Sonra 4 üstü 3-ün üzərinə 3 əlavə edib. Yəni 4 plus burada 1 vurulsun 3 götürsə, burada 2 vurulsun 3 götürürük. Sonra 6-cıda isə 4 üzərinə gəlsin, 6 çıx 1, 5 vurulsun 3 əlavə edəcək. 15 üzərinə 4 gəlsə 19. Yəni B variantı. Mağazada endirim var. Hər məhsul üçün etiketdə gördüyünüz qiymətlərin 4də 1-i qədər ödəniş edilir. Samir mağazadan aşağıdakı cədvəldə verilənləri bəyənir. 100 manat pulu olarsa, bəyəndiyi məhsulların hərəsindən biri aldıqdan sonra nə qədər pulu artıq qalır? 4də 1-i qədər ödəniş edilir. 48-in 4də 1-i 12 manat. 44-ün 4də 1-i 11 manat.
Bəyəndiyi məhsulların hərəsindən bir ədəd aldıq. 11, 12 toplasaq 23. Sonra 100-dən 23 çıxsaq 77 manat. C variantı. Gəlin bir də diqqət edək. Qiymətlərin 1/4 qədər ödəniş edilir. Mağaza aşağıdakı cədvəldə verilənləri bəyənir və 100 manata 2 məhsul alır, hərəsindən bir ədəd. 12, 11 və toplasa 70, daha doğrusu 23, 100-dən 23 çıxsa 77. Luna 7 sayda kubu bir sıraya düzüb, kuboid düzəltdi və kuboidin bütün üzlərini boyadı. Nurlan kubları yenidən ayırsa, kubların ümumilikdə neçə üzü boyanmış olar? Deməli, birincidə biri rənglənməyib, 5 olacaq. İkincidə 2 üzü rənglənməyib, 4 olacaq. Üçüncüdə yenə 4. Dördüncüdə 4. Beşincidə 4. Altıncıda 4. Və yedincidə isə biri az olacaq. Deməli, toplasaq 5-lərin cəmi 10 eləyir. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 5 4-ün 20, o da 10, 30. Neçə üzü boyanmış olar? 30. D variantı. En 12 metr uzunluğu 20 metr olan düz bucaqlı şəklində torpaq sahəsinin kənarına hasar çəkilməlidir. Sahənin en tərəflərindən biri qonşu sahə ilə ortaq olduğuna görə həmin tərəfdə artıq hasar mövcuddur. Qalan üst tərəfin birinə isə 4 metr uzunluğunda dəmir darvaza qoyulmalıdır. Cəmi neçə metr uzunluğunda hasar çəkilməlidir? Gəlin, diqqət edək. Deməli, 20 sol tərəfdə, 20 sağ tərəfdə toplasaq 40 eləyir. 12-dən də 4 çıxsaq, o daha doğrusu 8 eləyir. Ümumilikdə 48 metr hasar çəkilməlidir. A variantı. Xətti diaqramda mağazanın 5 gün ərzində satışdan əldə etdiyi təsvir göstərilib. 4-cü gün əldə etdiyi gəlir, 1-ci gün əldə etdiyi gəlirdən nə qədər çoxdur? Deməli, 4-cü gündə diqqət etsəz 1200, sonra 1-ci gündə isə 600. Bunların fərqini tapsaq, doğru cavabımız 600 manat edir. A variantı. Şərtə əsasən 71-72-ci sualları cavablandırın. Endirimlər göstərilib. Endirim tətbiq etdikdən sonra yun papağın qiyməti neçə manat olacaq? Yun papaqda deməli 50 manatdır, 20% endirim olur. Deməli 50-nin 80%-nə satılmış olacaq. 50-nin 80%-ni taparkən vurub 100-ə bölürük. Doğru cavabımız 40 manat edir. D variantı. 99 manat pulla ən çoxu neçə müxtəlif növ məhsul almaq olar? Cavabınızı hesablanmaqla əsaslandırın. Deməli, hər birinin qiymətinə baxaq. 30 manat 30% endirim olur. Deməli, 70%-nə satılır. 30-un 70%-ni taparkən sıfırları silirik. 3-ü 7-yə vururuq, 21 manat. Bunların hər birini tək-tək yazılı olaraq göstərməlisiniz ki, əsaslandırma tam doğru olsun. 150-80% endirim olunur, yəni 20%-nə satılır. 150-nin 20%-ni tapanda sıfırları silirik. 15-i 2-yə vururuq, 30 manat. Sonra 80-60% endirimdə 40%-nə satılacaq. 80-40%-nə 8-i 4-ə vururuq, 32 manat. Sonra 50-nin tapmışdıq ki, 20% endirimlə 40 manat oldu. 20-nin 30% endirimlə 70%-nə satılacaq. 2-7-nin 14 manat eləyir. İndi bizə lazım olan nədir? 99 manat pulla ən çoxu neçə müxtəlif növ məhsul almaq olar? Burada ən kiçiyindən başlayaraq toplamalıyıq. Birinci 14-ü, sonra 21-i, sonra 30, 32. Cəminə baxsaq, 4, 1, 5 eləyir, 2, 7 eləyir, sonra 3, 3, 6, 8, 9, 97 manat. Deməli, 4 məhsul ilə 97 manat pul xərcləyə bilərik. Bu da 99-dan kiçik olduğuna görə bu mümkündür. Deməli, ən çoxu 4 müxtəlif məhsul almaq olar. Bir mebel sexində həftəlik planı yerinə yetirmək üçün usta hər gün 24 detal hazırlamalı idi. Aşağıdakı cədvəldə ustanın 6 gün ərzində plandan artıq və ya az hazırladığı detalların sayı verilib. Əgər hazırlanmış detal sayı plandakından çoxdursa, plusu ilə, az olarsa minusu ilə göstərilmişdir. Deməli, həftəlik planın yerinə yetirilməsi üçün usta 7-ci gün neçə detal hazırlamalıdır? Gəlin, diqqət edək. Birinci 27 olub. İkinci 20 olub. 19, 25, 24 üzərinə 7, 31, 24-dən 8 çıxsaq 16. Amma ümumilikdə 24-ü 7-yə vursaq, doğru cavabımız 140 plus 28, 168 olur. İndi gəlin baxaq
gündəlik hazırladıqlarının ümumi cəminə görək. Ümumi cəmdə neçə olacaq? 27 üzərinə əlavə edirik 20-ni. Üzərinə əlavə edirik 19, sonra 25, 31 və 16. 138. 168 hazırlamalı idi. 138 hazırlayıb bizdən istədiyi həftəlik planın yerinə yetirilməsi üçün usta 7-ci gün neçə detal hazırlamalıdır? Sözsüz ki, biz burada deməli 6 günə ümumilikdə diqqət etsək 6 günə ümumilikdə 138 detal hazırlayıb. Amma ümumi hazırlamalı idi 168. Deməli 7-ci gün 168 minus 138 olacaq ki, doğru cavab 30 edir. Damalı kağız tərəf 1 sm kvadratlardan ibarətdir. Kağız üzərində ABC nöqtələri qeyd olunub. Üçbucağın sahəsini tapın. Yəni diqqət edək. Bu üçbucağın sahəsini taparkən aşağı oturacağın sahəsinə baxsaq 5 damanı göstərir, yəni 5 vahid. Hündürlüyünə baxsaq, hündürlüyü 4 vahid. Sahəsini taparkən isə 5-i 4-ə vurub 2-yə bölmək lazımdır. Doğru cavabımız 10 kvadrat santimetr edir. Sütunlu diaqramda Raulun pul qabındakı əskinosların növləri və sayları haqqında məlumat verilib. Əvvəlcə qeyd edək, görək cibində nə qədər pul varmış. Birinci 200 manat. 100 manatdan 2 dənə varmışsa 200 manat budur. 10 manatdan 4 dənə varmışsa 40 manat. 5-dən 2 varmışsa 10 manat. 1 manatdan 10 ədəd varmışsa bu da 10 manat. 460 manat ümumi pul varmış. Bizə deyir ki, pul qabındakı pulun 20%-ni xərclədikdən sonra onun nə qədər pulu qalar. Yəni, qısaca 20% xərclənibsə, qalan pulu axtarsaq, 100-dən 20-ni çıxırıq, 80%. Sonra isə 460 manatın 80%-ni hesablayırıq. 460 manatın 80%. Qısaca burada 46-nı 8-ə vurmaq lazımdır. 46-nı 8-ə vursaq 368 manat.